Bugün Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzinə ən çox daxil olan 3 sualı cavablandıracağıq. Hadisə ilə bağlı müraciət etmişəm. Nəticə ilə bağlı nə zaman məlumat veriləcək? Sığorta hadisəsi ilə bağlı müraciət daxil olduqda, hadisəyə uyğun olaraq sahəyə müstəqil ekspert təyin olunur, eyni zamanda faktın təsdiqinə dair aidiyyatı dövlət orqanına sorular ünvanlanır. Sənədlər daxil olduqda isə əməkdaşlarımız tərəfindən fermerlərə məlumat ötürülür. Onbaş heyvan sığortalamaq istəyirəm. Heç vaxt sığortalı olmamışam, nə etməliyəm? Əgər ilk dəfə müraciət edirsinizsə, ilkin olaraq heyvanlar 1K-lı olmalıdır. Eyni zamanda elektron kənd təsərrüfatı informasiya sistemində bəyan olunmalıdır. Bu iki prosesi yerinə yetirdikdən sonra 1651 çağrı mərkəzi ilə müqavilə bağlanması üçün əlaqə saxlaya bilərsiniz. Hadisə baş verdikdə və ya heyvan tələf olduqdan neçə gün ərzində 1651 çağrı mərkəzinə məlumat verməliyəm? Əgər sahənizə zərər dəyibsə və ya heyvanınız tələf olubsa, bitkiçilik üzrə 10 gün ərzində sığorta hadisəsi ilə bağlı müraciət etməli, heyvandarlıq üzrə isə 24 saat ərzində sığorta hadisəsi ilə bağlı 1651 çağrı mərkəzinə müraciət etməlisiniz. Gələn videolarda görüşənədək.